Salam. Biz Bot Racing 2026 Respublika turnirine Cleves komandası olarak İsmail Rayından qoşulmuşuq. Ben komandanın kapitanı ve elektronika mühendisi Acızoğlu Sırat. Ben İskender Balxan, komandada sürücülük vəzifəsini yerinə yetirdim. Mən Aliyeva Cunlu, komandanın dizayn üzrə mühəndisiyəm. Bu gördüyünüz plastik termal inputudur. Ben bununla gəmi idarə edirəm. Bu gördüyünüz isə gəmimizin elektronika sistemidir. Mən hər hansısa yarışda bir nasazlıq olduğu müddətdə ESC-lərə konnektor yerləşdirmişəm, test çıxarıb taxmaq üçün. Biz burada FlyScan'ın kanal resiver'indən, 45 amperli ESC-lərdən, elektronik kontrollerlərdən, ondan sonra elektron sürət voltaj tənzimləyicisindən və TX60 konnektorundan istifadə etmişəm. Bu gördüyünüz isə bizim gəminin güc mənbəyidir. 360 mAh lipo bateriyadır. Biz TX60 konnektorundan bundan əlaqət qururuq. Mən gəmimizin dizayn edərkən Kadon-Shape və Tinkercad proqramlarını istifadə etmişdim. Bu dizayn seçməkdə məqsədimiz odur ki, gəmimizin alt hissəsi endə olduğu üçün yaxşı manevrlar etməyimizə kömək edir. Gəmimizin sıxlığı isə 30%-dir. Gəmimizin dizaynını yaxın günlərdə daha da təkmilləşdirməyi düşünürük. Gəlin indi test sürüşünə başlayaq və sürüş etdirməsini yoxlayaq. You want to tell me what this is all about? I take a look at my life and realize there's nothing left. Cause I've been blasting and laughing so long that even my mama thinks that my mind is gone. But I ain't never crossed a man that didn't deserve it. Me be treated like a punk, you know that's unheard of. You better watch out.